Salam dostlar. Bugün sizi dünyanın ən müasir, ən sürətli inkişaf edən və ən çox turist cəlb edən şəhərlərindən biri Dubaya aparıram. Burası sadəcə bir şəhər deyil, sanki gələcəyin necə olacağını bu gündən göstərən nəhəng, canlı bir muzeydir. Çoxları Dubayı ərəb möcüzəsi adlandırır və bunun nə qədər doğru olduğunu birazdan daha yaxşı anlayacaqsınız. Dubay həm yüksək texnologiyaları, həm də qədim ərəb mədəniyyətinin izlərini özündə birləşdirən nadir şəhərlərdən biridir. Bir tərəfdən buludları deşən göydələnlər, digər tərəfdən isə 1000 ilin tarixini yaşayan bazarlar, dar küçələr və köhnə məhəllələr. Bu qarışım Dubaya özünə məxsus atmosfer bəxş edir. Dubaya gəlib Burj Xəlifəni görməmək mümkün deyil. 828 metr hündürlüyü ilə dünyanın ən hündür binası şəhərin simvoluna çevrilir. Yanına yaxınlaşdıqca binanın hündürlüyü gözünüzlə ölçmək çətinləşir. Sanki göyə doğru uzanan nəhəng bir iynədir. Burj Xəlifəni 124-cü və 148-ci mərtəbələrində yerləşən müşahidə meydançalarından isə Dubay sanki xəritə kimi ayağınızın altında açılır. Şəhərin gecə görüntüsü isə xüsusi bir heyranlıq yaradır. Milyonlarla işıq, hərəkət edən maşınlar, dəniz sahili və nəhəng şəhərin ritmi. Burj Xəlifə ilə üzbəüz yerləşən Dubai Mall dünyanın ən böyük alış-veriş mərkəzlərindən biridir. Burada 1200-dən çox mağaza, akvarium, buz meydançası, virtual oyun zonaları və onlarla fərqli əyləncə məkanı var. Daxildəki nəhəng akvarium xüsusilə diqqət çəkir. Elə bil okeanın içindəsiniz. Şüşə tuneldən keçərkən yanınızdan köpək balıqları və yüzlərlə nadir balıq növü üzür. Dünyanın ən tanınmış süni adalarından biri olan Palm Jumeirah Dubayın mühəndislik möcüzəsidir. Havadan baxdıqda nəhəng xurma ağacını xatırladır. Bu adada dünyanın ən lüks otelləri yerləşir. Ada üzərində yerləşən Atlantis Palm Oteli isə ayrı bir nağıldır. İçərisindəki su parkı, delfinlər üçün mərkəz, akvarium və yüzlərlə xüsusi istirahət məkanı var. Dubayın təbii gözəlliklərindən danışırıqsa, səhrasız olmaz. Səhra, safari turları həm adrenalin, həm də romantik bir atmosfer bəxş edir. Qumlu təpələr üzərində jiplərlə sürmək, gün batımını izləmək, dəvə turları və ən sonunda çadır düşərgəsində ərəb musiqisi ilə şam yeməyi. Bütün bunlar hər turistin unudulmaz xatirəsini çevrilir. Səhra həm də Dubayın tarixidir. Çünki Birləşmiş Ərəb Əmirliklərinin qədim sakinləri 100 illər boyu bu qumlu torpaqlarda yaşayaraq öz mədəniyyətlərini formalaşdırmışlar. Dubay məscidləri şəhərin müasir siması ilə İslam mədəniyyətinin vəhdətini əks etdirir. Bu məscidlər təkcə ibadət yeri deyil, eyni zamanda turistlərin maraqla ziyarət etdiyi memarlıq incilərindəndir. Dubayın ən məşhur dini abidələrindən biri olan Cümeyrah məscidi isə qeyri-müsəlman ziyarətçilərə açıqdır və bələdçilik turlarla İslam mədəniyyəti yaxından tanıdılır. Əl-Faruq Ömər bin Xəttab məscidi isə Osmanlı üslubunda inşa olunub və möhtəşəm günbəzi ilə seçilir. Dubaydan az məsafədə yerləşən Şeyx Zayed məscidi isə Birləşmiş Ərəb Əmirliklərinin ən böyük məscidi kimi turistik marşrutların əsas hissəsidir. Bu məscidlər Dubayın təkcə lüks və texnologiya ilə deyil, eyni zamanda zəngin dini və mədəni irsə sahib olduğunu göstərir. Dubayı yalnız göydələnlərin ibarət olduğunu düşünürsünüzsə, köhnə şəhəri gəzərkən sonra fikriniz tam dəyişəcək. Deira və Bur-Dubay bölgələri şəhərin ən qədim məkanlarıdır. Burada qızıl bazarı, ədviyyat bazarı və dar küçələr xüsusi bir ruh yaradır. Bu məkanlarda Dubayın müasir xarakterindən daha çox əsrlərdir yaşayan ərəb mədəniyyəti ilə qarşılaşırsınız. Kanal boyunca işləyən kiçik taxtı qayıqlarla bir sahildən digərinə keçmək isə köhnə Dubayın ən qədim nəqliyyat vasitələrindən biridir və bu gün də aktiv istifadə olunur. Dubay Marina şəhərin ən canlı, ən müasir bölgələrindən biridir. Burada yüksələn göydələnlər, restoranlar, gəzinti sahələri və yaxtaların dayanacağı elə bir atmosfer yaradır ki, insan özünü kino səhnəsində hiss edir. Xüsusilə gecələr Marina tam başqa bir gözəlliyə bürünür. Dubay haqqında bu qədər dostlar. İndi isə növbə sizdədir. Növbəti videoda hansı istiqamət səyahət edək? Təkliflərinizi mütləq kommentlərdə yazın. Yeni məkanlarda görüşənədək.